Siniflər. Hər il olduğu kimi bu ildə bilirik ki, isimdən bir neçə test həm qəbul imtahanında, həm də attestat imtahanında qarşımıza çıxacaq. İlk öncə ismin quruluşca növlərindən bəhs etmək istəyirəm. İsim quruluşca Azərbaycan dilində olduğu kimi ingilis dilində də 3 növə bölünür. Sadə isimlər, simple nouns, düzəltmə isimlər, derivative nouns, mürəkkəb isimlər, compound nouns. Testimizdə, test toplumumuzda ilk öncə qarşımıza çıxır mürəkkəb isimlər, yəni compound nouns. Mürəkkəb isim dedikdə 2 və yaxud da 3 sözün birləşməsi nəzərdə tutulur. Hər ikisi müstəqil mənaya sahib olan sözlər olmalıdır və burada şəkilçilər olan sözləri atmalıyıq. Yəni şəkilçilər olan sözlərdən istifadə etməməliyik. Mənim sizin üçün izahım da olacaq şəkilçilər haqqında. Bu qaydanı bildikdən sonra mürəkkəb isimləri tapmaq daha asan olacaq. İlk öncə gəlin birinci testimizi təhlil edək. Deməli, birinci testimizdə bizə choose the compound nouns, mürəkkəb isimləri seçməyimizi istəyir. Bunun 2 yolu var. İlk öncə ilk yoldan bəhs edəcəm. İlk yol odur ki, şəkilçiləri atmaq. Bizə ən çox tanış olan şəkilçilər meant, sheep, hood, sion kimi şəkilçilər olacaq. Burada da ilk qarşımıza çıxan elə movement abidə sözündəki şəkilçi meant şəkilçisidir. Ona görə birincini atıram. Üçüncüdə demonstration sözündə axırdakı sion şəkilçisidir. Onu atıram, yəni 3 qeyddir. Daha sonra altında isə friendship'i görürəm və ship'i atıram. Və bir qeyd olaraq götürə bilərik ki, ship homonim şəkilçidir. Yəni, həm gəmi mənasında, söz mənasında istifadə olunur, həm də ship şəkilçisi kimi istifadə olunur. Yəni, bəzən testlərdə qarşımıza çaşdırıcı bir vəziyyətdə çıxa bilir. Bu, warship, spaceship, desert ship şəklində olur. Bu şəkildə olduqda isə, yəni, döyüş gəmisi, səhra gəmisi, kosmik gəmi. Burada ship şəkilçi yox, gəmi mənasında işlənmiş olur və mürəkkəb sözlər kateqoriyasına aid edilir. 6-cı sözümüz, yəni friendship. Burada ship'in mənası look şəkilçisi, yəni dostluq sözüdür və mürəkkəb söz deyil deyə 6-cı variantı da səhv olaraq götürürəm. 1-i, 3-ü, 6-nı çıxdıqda əlimdə 2, 4 və 5 qaldı və həqiqətən baxdıqda görürəm ki, cherry tree. Cherry albalıdır, tree ağacdır. 2 sözün birləşməsi compound noundur. Pen qələmdir, pen name. Birləşəndə qələm yoldaşı, qələm dostu mənasında istifadə olunur. Snow qardır, mən adamdır. Snowman birləşdikdə isə qar adam olur. Yəni düzgün cavab 2, 4, 5 A variantıdır.